Salam, sabahınız xeyir. Kanalıma hoş gəlmisiniz. Konkret olaraq gecikmişəm dərsə və deyəsən yox, konkret ikinci dərs qutardı. İkinci dərs qutarmağına 2 dəqiqə qalmışdı və mən həmin o 2 dəqiqədə gəlmişəm. Ardınca da 45 dəqiqə dərs oturmuşam və fikirləşin qayıb almamışam. Yəni mükəmməl qurban olar Bakı Dövlət Universitetinə, onun müəllimlərinə, Asil müəllimə də buradan çox salam. Allah canını sağ eləsin, çox istəyirəm o müəllimi. Mənə çəkən hal-hazırda Şəbnəm Əliquliyevadır, ona buradan salam. Özünü çəkmir, heç nə olmaz. Əsas adı qəlblərdə, ürəklərdədir. Deməli, sizə zəhmət olmasa göstərəm buranı təqdim eləmək istəyirəm. Bu otaq neçədir? 326. Və 326 nömrəli otağın mükəmməl şeydir. Buranı istəyirəm açaq bir-bir. Baxın, burada çox gözəl şeylər var. Bunu göstərə bilmirəm. Bax, göstərirəm. Bəli. Bu gördüyünüz çərtikədir. Çərtikə qəşəng bir şeydir. Yeyirlər bunu, qida məhsuludur. Bizimki davam elətdirib, çünki uzun müddətli davam elətdirə bilmədim. Amma iyi davam elətdirirəm. Nədən danışadığımız üstünlükdür, çox maraqsız olur. Həqiqətən, tək çox maraqsız. Tək çox maraqsız olduğuna görə danışmaqda heç bir şey tapmır. Nəticə olaraq heç nə olur. Tamam. Görürsünüz? Görürsünüz? Belə olmaq lazımdır. Yəni, nəticə olaraq. Danışırsa heç nədir. Arxada o qədər adam var ki. Adam utanır. Gedirəm, çəkilişim var. Könüllərin şəklini çəkəcəm. Ondan sonra sahilə gedəcəm Leyla ilə görüşməyə. Belə. Könüllərin çəkilişini çəkmək istəyərdim, amma çəkə bilməyəcəm də. Ayda, mənə təzə kamerada lazımdır. Nədir? Vloguma çəkə bilmirəm qış. Heç ürəyimcə də deyil. Bəyənmədim. Çox pis oldu. Nə danışacağım bilmirəm. Ayda, bir dənə istəyirəm gedim tez Leyla ilə danışım, görüşüm eləyim. O görüşəndən sonra da bəli. Siz deyən. Yəni, görüşməyənə kimi olsa bu videonun hamısı baxın, bu cür olacaq. Yəni, bundan daha maraqlı bir şey gözləyə bilmirəm. Çünki marağım Leyladır mənim. Bəli, marağım Leyladır. Başqa heç nə düşünə bilmirəm onunla. Beni ilgilendirmiyor. Beni ilgilendirmiyor hanımefendi. Beni ilgilendirmiyor. Aha, elədim. Ver uşaqlar. Keçirik. İnşallah sesimiz gəlir, tez keç. İnşallah sesimiz gəlir. Gəlir, 100% gəlir. Xanım qız 40 dəqiqə gecikibdi. Bir dənə gülmə. Bugün şeydir, nə günüymüş? Bir dəqiqə, yəni icazə verin oxuyaq. Qadınlar günüymüş uşaqlar. Amma o qadın günü bu qadın gün deyil də, yəni şey qadın günü deyəsən, dini baxımdan nəyinsə qadınlar günüymüş. Elə. Biz onun münasibəti ilə gül almışıq. Oxu gör nədir? Fərdəm, mən həm telefona baxım. Hə, telefona baxırsan, ox. Yola baxıram uşaqlar. Tarqova dayaqışı. Universitet çəkirdim elə bir, yəni bu cür çəkmirdim belə də, yaxın uzaqlaşdırıb çəkirdim. Kim gördü hamısı salam verdi. O qədər maraqlı idi ki. Sağ olsunlar. Canlar sağ olsun. Böyütmə görməyəcəklər onsuz bu videonu. Hə, ilk gün gəlirdi. İlk günü getdi yandı şey. Adı nədir? Soyuq əllər, otlu qiymətlər yandı. Ora qətiyyən isti ürəklər deməyəcəm. Ora soyuq əllər, otlu qiymətlərdir. Yaxşı, indi nə almağı planlaşdırırsan? Heç nə bilmirəm. Gedirəm yenə həmişə kimi qoxulum gəlim. Qoxuluyum ya. Hə, Peki qoxulmağa nə gedir. mini burger alaraq çox maraqlı gəldi. Nə crunch? Mini burger. Hə, düzəltdim. Çətindir ya Allah. Ablam cəmaət bizə baxır. Cəmaət çox şey baxır. Belə şeydə çətin idi. Bir də özümü kameraman alacağım. Çox çətindir. Qollarım ağrıdı. O da telefon da ağırdı.
İşin tərsinə var bir dənə. Əli ilə çəksən daha rahat olmaz. Yox, daha çətin olur. Yaxşı. Qabaqda Grinch var. Bir də şəkil çəkdim. Ye. Gəndə Yaponiyalarla Japonlarla gəlirdim metroda. Dedim konnichiwa gozaimasu. Ya öyle şeyler eləmədim. Qabağımızda həyatından bezmiş bir Grinch görürük uşaqlar. Qabağımızı göstərə bilsəm deyə. Qabağımızı göstər. Hatta ayıbdır canım. Şunu. Zaman nasıl bir zaman? Gördünüz. Va belə. Uyda, görsən tələbə kimi çıxmışıq. Uje uşaq deyilik, ərgən deyilik. Uje böyümüş, gənc, tələbə, student life. Mən bugün cəmi 1 saat yarıma 14 səhifə dərs oxumuşam və bir qürur yaşayıram özümlə və histologiyadayım uşaqlar. Yəni mən altın təmiz qoymuşam, siz eləməyin. Allah mən heç vecmə də deyil. Kimyadan riyaziyyatdan kəsilməsəm yaxşıdır. Bomba kimi yetişirəm. Gəlin baxın belə olasınız. İndi çox fikirləşdiniz pis olur. İndi təzədən qayıdıb bu videolara baxacağam. Bil ki, histologiyanın kolleksiyomundan 18 Allah dediniz. 13 bal yığmışam uşaqlar. Və semestrdə maksimum bal istəyirəm. İmkan var 50'sini də yığdı yəni. Biraz xəyal kimi gəlir. Amma nə edirsiniz? İmkansız değil. Xəyalları gerçək etmək. Mən son vaxtlarda Azərbaycan mahnılarına dəhşət çox qulaq asıram. Yeni nəsil daha doğrusu. Və mənim inşallah səsim gedir. Gedir. Bax, məsələn, bu international student wife verir bu adam. Kimin dəyişmə sürəti. Biz hara gəldik, çıxdıq. Biz hardayıq? Düz getməliyik artıq. Hayda, sevinirəm. Nəsə belə işlər. Aşkım, eynilərimə fikir bildirmədim. Aşkım demişəm, Leylanın eyniləri var. Gör nə qəşəngdir. Bir yerdə mən Leylanın da bir dənə eynə seçmə temasını danışım. Deməli, mən evdə heç kim yoxdur. Mən evdə təkəm. Və Leyla mənə zəng edir. Mən hamamdayım, okey? Mən çimirəm. Başımı belə yuyuram, görürəm telefonumu zəng gəlir. Mənə hamama tapşırıblar ki, Fəridə, biz siz hamama girmədə. Mən də cığalçılıq elədim və hamama girdim. Leyla da zəng edir. Mən də qorxudan bir dənə əsirəm ki, bir dəqiqə mama ki, zəng edib də, yəni vəziyyət gəlir. Çimə edirəm, görürəm ki, Leyla nəsə adboy verdim, Leylaya baxdım. Leyla 3 dənə şəkil atıb, nədir? Açıqsın şəkilləri Fəridə bəyən birini. Bəxtəbəxt üstü, mən də yazıram, əlim də suludur. Yəni mən yazmıram da su yazır. Mən də çox qeyri-adi sözlər yazıram, silirəm, yazıram. Heç axırda Fərid gəldi. Bəxtə düz üstünə çıxdı. Fərid gəldi, bir də gördü. Sevinç. Ay, bir dəqiqə qoy bunu bağlayayım. Mikrofonu bağla. Və Fərid mənə yazır ki, Leyla, sən bacımdan nətər yola gedirsən? Bu nətər bir insandır? Və elə də Məndə mesajlar yoxdur. Sildi ki, sən görməyəsən. Mən də yazdım ki, adam kimi. Ayda, bu şancı pis uşaqdır. Deyir ki, bacım çimir. Heç nə başa düşmürəm dediyindən. Ağır deyil əslində. Okey. Ayda, bunu əslində şey Bunu eləyərdim. çəkmək lazımdır. Gəl, bura gəl. Məncə burada işləyənlər hamının əlində bir kamera alıb gəzməyə öyrəşibdi. Yəni Yox. də. Hərdən gedirik amma Mən Amma qətiyyən bir mini də- burgerə pul verən deyiləm. yaxşı, nə mandu var. Burada içəcək zat üstündədir. Bura qədər boş-boşuna gəlməmişik inşallah. Boş-boşuna gəlməmiş. Bəlkə gedək korundok yeyək. Korundok nədir? Ayda belə saskalı, pendirli bir şey. Hə, bir də yadıma düşdü, yadıma düşdü. Fettuccine var. Biz nə yeyəcəyik bilmiyorum. Korundok qabağında da bəlkə. İstərsən? Yox, şinyat. Mən işini yetirəm. Noodle var, xırta-xırt. Bir gəzəyəm misin? Nə eləyəm? Su götürək. Çubuqla da alıb eləməyə başımızı işlədik. Toyuq çubuqları məsləhət görülür, istəməzsən. Gedə bir dənə korundok yemək istəyirəm. Mən səs vermək istəmirəm.
burada. Yaxşı, başqa nə kimi alternativləriniz Fridenik var? neydi? Hə? Fridenik neydi? Nə bilim, xəbərim yoxdur nə idi. Oyda o qədər çeşid var ki, çox qərarsızlığa dəyişət. Mən o mikrofonda çıxa biləcəyi şey düşünmürəm, hə? Aslında çok var burada. Bubble tea zaten var. Ve karındog da var. Sen oraya git, ben bu yana gidelim. Rahatsan. Hə. Herde sesin yazmır. Hə. 2 dəqiqə gəlib mola verir, uşaqlar qaydıraq. Gözləmədə qal. Davay. Şey unutup bunu çəkməyə başladım. Biz soyuq əllər isti nə? Hə. Soyuq əllər isti ürəklərdən sonra biraz həyecanlandıq. Ona görə çəkmə eləmə yadımızdan çıxdı. Ona görə təzədən. Onda biz niyə bura gəlmişik? Aşkım, gəzməyə gəlmişik də bir məqsədimiz var. Sən köynəyin hardaydın? Tres, 28. Hə, hə, söz. İbrahim dayıdan soruşduq, yuxarıda. Direkt aydan sonra. Biz buna minəcəm. Etçi olaraq nəsə alınmadı deyəsən. Orada Crescent'e gidelim. Crescent'də var ki. Kardeşim Crescent'in yanında karuseller var. Hə. Köhnələrdə. Görürsünüz uşaqlar. Direkt çölə çıxasınız. Çölə çıxmadınız, mənim kim olacaqsınız? Olmayın. Çıxın çölə. Nə olsun mənim qrup yoldaşlarım pisdir. Çölə çıxmırlar. Ha görürsən bunun qrup yoldaşlarını. Ay, nə əlaqəsi var? Ha bütün gün qrup yoldaşlarına nə dəxliyyəti var? Bütün gün story paylaşırlar. Nə? Ya Allah haqqı təklənirəm, dışlanıram, hər şey yaşayıram. Öyle arsız kimi də mənə də şəxsi də atır sonra onları. Hə. Görürsünüz, heç şey deyilmiş. Real. Nə baxın ya? İndi sənə deməsəm, Nə? əsas orada problem olur. Başa düşdün? Yox. Deməyim mi sənə ara getdi, həricə getdi? Ya de. Hə. Deyirsən. Məlumat verməliyəm də, bəs şey eləməliyəm ki, paralarda olmuşam. Günün boyu nətər keçibdi, birdən elə bilər, səhv şeylər də başlayam. Ay yox, səhv şeylər yox. Yəni ən azından görüm ki, mənim qədər boş deyil də. Yəni daha doğrusu dolu deyil. Yəni gedib vaxtını xərcləyə biləcəyi şəxslər var. Ay Allah, Yəni- yes. Keç o kənardan. Ay tabi, burada nə rüssəm lazımdır. İp balasını görmür. Olsa videolarımı izləmək istər, Rüstəmin kim olduğunu bilirsin. Amma Rüstəm yoxsa Rüstəmi bura editləyərəm. Bitləndi məncə uşaq. İstəm öldür. Rüstəmi buraxmışıq Dövlət Sərhəd Xidmətinin Akademiyasında. Mən ona dedim getmə. Dedim biraz oxu, normal yerə düş. Yox, mən oxumayacağam. İndi bu demək deyil ki, Dövlət Sərhəd Xidmətinin Akademiyasında savadsız kadrlar var. Savadsız zabitlər yetişir. Məsələn, Rüstəm savadsız. Amma bu o demək deyil. Yəni Ay, sağ ol. bu o demək deyil. Savadsız və İndi bizimki elə gedib düşübdü, amma bu o demək deyil ki, həmişə elədir. Bəli. Bu yəni deyirəm, özümə kameraman alacağam ya axırda, Allah haqqı. Belə getmir. Onda böyüyüb yekə bloger olacağam, hamı məni tanıyacaq. Aa. Deyirəm, mən həqiqətən şirinəm. Azər, mən Şirinəm. Azər, mən şirinəm. Mən şirinəm. Ki sən məni sevirsən deyə sənə şirin gəlirəm. Əzədir bu qız. yanında mən olmaya bütün şeyi bitirmişəm. Nəyimlə? Işıltılı. Ay Allah haqqı itirmişəm. Bir dənə çevir mənə. Cidden itirmişəm. Yoxsa gələndə də dedim və videoda görəcəksən. Ay həyatın mənası qalmır. Yorulmuşam. Bütün nə bilim, mən birdən-birə çox böyüdüm 2-3 ayın içində. Allah. Biz paspasda dayandıq. Bura pasaport. Ha. Yox, nə bilim. Narazıyam. Paspasla çıxardı, mənim başım qaçsın deyən görürəm. Beynimin işləməyən yerində dərsdən çıxıb Park gəlmişim bulvar. uşaqlar. Park bulvar, ay sağ ol. Görürsüz məndən öyrənər. Laqqa. Ey əziz anam,
Fərdə başı çək. Azərbaycan. Mən də orada deyiləm. Sən oradayım. Hadi qabağa baxanda görəsən nə olacaq. Cürəsən. Ayda qapsam olar. Yox. Fərdə yox. Çək xahiş olur. Fərdənin pişikləri hələ də burada da. Bunu hazırlıq vaxtından al. Mən çox dəyər. Harda balıdan mı aldın? Hə, baldan almışım. Baldan Bu sponsor. detallara qədər xəbərim var. Bilirəm, yəni unutmamışam. Yəni bir dənə TV uşaqlar universitetdə bu geyimdə gələcəksiniz, eləyəcəksiniz. 2 tələbələr, 2 də yox, 3 dənə tələbə. Kimfak, biofak və tibbin tələbə. Məcbur. Məncə düşdü çantam. Yəni bizdə glamurkalar gəlir dərsə, hələ Pakistandan və Hindistandan gələnlərin adını belə çəkməyim. Hindistanlı qaynayır universitet, belə deyim yəni. Hindistanlılar o qədər savadlı kaldırırlar. Yəni mən sənə deyim ki, Azərbaycanlıdan çox Hindistanlı, Pakistanlı var. Şortikdə, qısa kroplarda, bizdə isə dizdən şortikdə gələn uşağı belə içəri buraxmırlar. Yəni Bizim mentalitetimiz ancaq özümüzə çatır da, yəni ancaq özümüzə yetə bilirik. pullu gələn uşaqların hamısı da orada oliqarx həyat yaşayırlar, testləri asandır, suallar öncədən verilir. Bizə verilən PDF-lərdə isə belə də bəlkə 1-2 bəxti və düşdü ya düşmədi. Sən 800 dənə sualı oxu, plus 400 dənə ayrı, 200 dənə ayrı, hamısı ayrı-ayrıdır da. Qəşəngdən mahnı oxuyardım. Nə oxu? Немало между нами радужных слов, но я бы не хотела знать огонь и любовь. Bilmirəm mahnı sözlərini. Расставшись мы с тобой, спасем свою любовь от сложных разговоров и обид. Расставшись мы с тобой, спасем свою любовь от сложных разговоров и обид. Красивый незаконченный роман про любовь без измен. Но все когда-нибудь скончается. Так от судьбы давай уйдем сейчас. Оставить незаконченный роман. Нас ко мне. Все. Axırını mən dedim oldu. Bəli, təəssüratlarınızı bizə məhv ölçülərə xalq. Sənin hər şey gözəl. Oh my god.